Sponsor Azad Həyat Reabilitasiya Mərkəzi. Çox vəhşiləşmişik yəni. Ev oğlu 100 manat da verirəm, elə oğlu 50 də verirəm. Kirimiz özümüzdə maldadır. İki ayağımın ikisi də yəni ki, deyirəm ki, ət tökülür, çirməyi doğru deyirəm. Gəl, sən oturmuş yaxınlar. Hər gün eyni şey, yəni geyib zibil eşərəm, plasmasa yığaram, sataram. Geyib mal alaram, vuraram, yenidəmə. Eyni şey, hər gün eyni şey. Ancaq fikirləşdiyim şey maldır. Bəs. Ailədən soğuysan, hamını bezdirirsən, hamı səndən üz döndərir. Evdə ilə bezdirirsən, ya da geyib haransa oğurluq edir, sən məcbursan. Qurtarmaq olmur, nə qədər cəhd eləmişəm, beyində qalır. Məhəmməd, necəsən? Yaxşı olur ki, mənzə. Neçə yaşın var? 29. Neçə ildir bu bəladasan? 9-10 il. Bəs küçələrdə neçə ildir yatırsan, küçə həyatı yaşayırsan? Elə narkomançılığa qurşan anla. Bakıda qalansan, yoxsa hansısa rayondan gəlmirsən? Rayondan gəlmişəm, Balakəndən. İş adından gəldim. İşdə tapılmadım, elə uşaqlara qoşuldum, elə narkotika qurşandım. Zəhmət olmasa yaxınlaş. Mənim bu cür videoları çəkməkdə məqsədim odur ki, gənclər, bizə baxan az yaşlılar görsünlər ki, 1 dəqiqəlik, 3 dəqiqəlik, 5 dəqiqəlik həzzin sonu hara gəlib çıxır. Bunların özləri də birdən ayrılırlar ki, biz zibilliyin içindəyik, eşələndirik. Sən heç ağlıma gələrdi ki, nə vaxtsa sən zibil eşələyərsən, belə qalarsan, ha? Yox, heç ağlıma gəlməz ki, mən bu vəziyyətə düşərəm, küçələrdə qalaram. Yəni, mən bu vəziyyətə düşməmişdim, o şükür Allah. Mən burada da tanıyırlar, hər yerdə tanıyırlar, Bakının özündə işləyib, yaxşı pul qazanan olmuşam. Evə pul göndərən olmuşam. Və nə qədər pulun çıxır zircə? Ev oğlu 100 manat da verirəm, elə oğlu 50 də verirəm, elə oğlu 70 də verirəm. Qaqa, bu vəziyyətində verirəm. 100 manat pul verirsən, ha? Və hardan alırsan? Dediyim ki, zibillikdən tuturam, tutmayana gedirəm atamın yanına, gündə 3-4 dəfə 20 manat, 15 manat. Sən indi bax, əgər mənə maraqlıdır da, pulu mala verməsəydin, zibillikdən eşələdiyin, tapdığın, qazandığın pulu, eləmi? Yəni onunla normal yaşamaq olardımı özün üçün? Yəni ailə saxlaya bilərdinmi? Əlbəttə ki, ailə də saxlayardım, evim də olardı, maşınım da olardı, hər şeyim olardı. Yəni elə vaxtım olubdu ki, elə iş, yəni bir dənə yerə düşmüşəm ki, məsəl bağını, bağçasını təmizləmişəm, çıxadım 200 manat, 300 manatlıq. Aynını verib aparıb satmışam. O 100 manatı mən bir gündə yəni ki, dağıtmışam. O 300 manatı yəni pul bilməmişəm də. Yəni. O 300 manatlıq malı mən bir günə də vurmuşam. Yəni, çox bəladır da, yəni istəyirsən, qutararsan.
Qurtarmaq olmur. Ayaqlarım mənim çürüyür, yəni konkret. Çürüyür? Yara var. Yaralı gedər, ayaq üstə gəzəm. Bir ayağım şişib deyəcək. Ayaqlarım tüm yəni yaradır, yəni yeriyə bilmirəm. Əvvəl yerində yeriyib işləyib eləyirdim. İndi çətindir, yəni uzağa gedə bilmirəm. Yaxınlıqda nə yığdım, nə satdım, elə odur. Ya da ki, qeyb atamdan zülmlə də olsa, qırğın dava ilə də olsa, yəni pul alıram. Gəlib mal alıram, mal alıram. Qeyd edeyim ki, hal-hazırda hava soyuqdur, üşürsən də Məhəmməd. Hiss eləyirəm ki, bətnin titrəyir. Yəni mən də o qədər soyuqdur ki, hava. Yəni papaq taxmışam, kurtkadayam. Amma sənin günün belədir, elə? Mənim hər günüm eyni ki. Ancaq Harda yatırsan bəlkə gecələr? gecə də küçələrdə. Atam burada olanda qoymur. Gecə saat 3-də olsa tapıb aparır məni evə. Dalaşa, yəni qırğın davı ilə aparır evə. Yəni pul verir deyə gedək. Kirayədə qalırsınız da ev yəni. Ha, bəli. Pul verir deyə gedək deyə evə, səhər pul verəcəm, elə aparır evə. Yəni səhər pul verəcəm deyib gedir. Pul verirəm deyəndə gedirəm evə, yoxsa yox. Sən demək olar ki, Məhəmməd artıq bu həyata alışmısan, bu küçə həyatına. Alışmışam, amma bezmişəm. Həddindən artıq çox bezmişəm. Can qardaş. İndi də ki, əvvəlki kimi hərəkət edə bilmirəm. Ayaqlarım şişibdir, ayaqlarımda yara var. Demək olarmı ki, mal sonda insanı bu vəziyyətə salır? Yəni zibil eşələnməyə, küçələrə. Küçəyə salır, mal, zibil eşmək belə də, yəni ki, narkomanda işir. Narkoman olmayan da işir. Pul qazanırsan, hava puldur qazanırsan. Amma narkoman elədiyi, yəni hava pul qazanır, o bu dəziyyət çəkir. Gedir pulu, yəni ki, bir damcı şeyə görə verirsən. Nədir, 5 dəqiqə özünü itirirsən, beynin keyfini.说这个干切的，他这。Demək olarmı ki, Məhəmməd, bir dəfə dadına baxmaqdan insan Bir dəfə dadına baxırsan, ömrünün axırına kimi zülmdəsən. O yəni elə bir şeydir ki, bir dəfə onu dadırsan. İkinci, üçüncü elədin, istəyən ömrünün axırına kimi elə yəni ki, o bir dəfə yəni ki, dadını vermir də. Elə bir şey, zəhərim vardı. Kayf yoxdur. Kayf, ən gözəl kayf həyatda ana, atan yanında olmalıdır. Qohum qələbə yanında olmalıdır. İstədiyin insanlar yanında olursa ondan gözəl kayf yoxdur. Bəs bu küçük iqtisadkarı deyimiz. Vallahi nə deyim, bizə nə it deyir? Biz özümüzə it kimi şeylər, it bizdən qorxur. Biz itdən nəyə qorxaq ki? Hara gəldi girib yatırıqsa, yəni itdən 5 betərimiz. Yəni biz o it var, quduran it, o qapır adamın üstə cumur. Vallahi o quduran it, qapan it bizi görüb bəlkə də qaçar. Biz yəni çox vəhşiləşmişik. Yəni fikrimiz özümüzdən də maldadır. İt inanmıram bizə yaxındır. Mən bu günə kimi mənim üstümə o qədər itlər, yəni yaxınlaşmır. Nə var, it bizi görəndə qaçır.
Nə üçün danışırsan bu öz həyatını, bu yaşadıklarını? İstəyim odur ki, yəni heç kim buna qurşanmasın, cavan qardaşlarımıza, eləmi? Allah hamı bu bəladan uzaq eləsin, ya Rəbbim. Bezmirsən, eləmi? Yəni, özümü də öldürmək istəmişəm, yəni bezməkdən betərimdir, yəni həqiqətən. Adam öz-özündən soğuyur. Ölmək kimi bir şeydir, yəni biz elə gəzməyimizə baxmayaraq, millət içində olmağımıza baxmayaraq, bir meyit kimi, yəni yox kimi bir insanlarıq. İnsanların da zəhləsi gedir bizdən məhz. Ona görə də hamıya arzum budur ki, yəni bu bəlaya düşməsin, başqa hiçbir şey. Yəni, mən də istəyirəm bəladan qutarım. Yəni, heç kimə görə yox, bir Allahıma, bir də atama görə. Yəni, atama çox zülüm verirəm mən. Anan sağdır? Yox, rəhmət eylesin. Allah rəhmət eləsin. Çoxdan? Uşaq oldum, mən 4 günlüyümdə. Atan böyüdü bax səndən. Qardaşın, bacın? Bacımla atam əziyyətimi çəkib. Yəni, ana əvəzi olub bacım. Kişidə qalanı burada qalıram. Çünki buraya həm yaxındır yola, ona görə burada yatırım. Turbaların istidir. Gecə gəlib burada yatırım. Burada ki, yatmağa da olmuyor. Yəni səhərə kimi ayıq olurum. Soyuqda yəni ki, küləyin sinir. Böyrü istiyorsan böyrün sinir, təzdən bir də çevrilir. Soyuq da gəlir. Mənə maraqlıdır, nə üçün darıxmısan bu gün? İstəyirəm valideynlərim yanımda olsun, başqa heç nə. Əgər sizin də ətrafınızda narkomaniyadan əziyyət çəkən, alkoqolizmdən əziyyət çəkən insanlar varsa, buyurub müraciət edə bilərsiniz. Azad Həyat Reabilitasiya Mərkəzi. Nurlan, Yunus və Hikmət Azad Həyat Reabilitasiya Mərkəzində müalicə alırlar. Nurlan, neçə vaxtı müalicə alırsan? 184 gün, 6 ay, 4 gün. Neçə vaxt idi istifadəçi idin? 14 il. 17 il ağır istifadəm olub. 1 ildir ki, ayığam, təmizəm, şükür Allaha. Yəni sağalma mümkündür də, çıxış yolu var, o da yeganə reabilitasiyadır qardaşım. 12 addım proqramı. Ben 25 ildir istifadə edirəm qardaşım. Tramadol vururdu qardaş, laşatka, fleşkublu. Burada sağalmaq olur, mümkündür. Çünki burada Allahın nəzəri var. İnanın, gəlin, sağalın. Kurs bizdə müalicə 6 aydır və insanlarımıza, xalqımıza müraciət edirəm ki, ümidinizi itirməyin. Azad Həyatda Reabilitasiya Mərkəzində narahat olmayın, öz evladınızı bizə etibar eləyə bilərsiniz.